Minik avtomobili yolun sol hissəsində ağaclara su verən texnikaya çırpılır. Görüntülər səhər saatlarında sürətin saatda 90 km olduğu Bakı kənar dairəvi yolunda baş verib. Həmin qəza anı isə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin kameralarına düşüb. Qəza səbəbindən Biləcəri dairəsi istiqamətində sıxlıq yaranıb. Nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün əraziyə polis əməkdaşları cəlb edilib. Məlumata görə hadisə zamanı sürücü xəsarət alıb. Baş vermiş hadisə texnikalarla yol kənarında işləyərkən təhlükəsizlik qaydalarına niyə əməl edilmir məsələsini aktuallaşdırır. Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov deyir ki, yol hərəkəti haqqında qanunda da var ki, yollarda müddətindən asılı olmayaraq iş görülərkən təhlükəsizlik qaydalarına ciddi əməl edilməlidir. Hansısa bir nəqliyyat vasitəsi dayanırsa, hansısa bir texnika dayanırsa, iş görülürsə, onun müddətindən asılı olmayaraq qəza dayanma nişanı qoyulmalıdır və orada yol işləri görülürsə, əslində xəbərdarlıq nişanı da qoyulmalıdır. Məsələn, tutaq ki, bir yarım saatlıq, 15 dəqiqəlik iş görülürsə də belə, yol işləri barədə xəbərdarlıq nişanı qoyulmalıdır. Xəbərdarlıq nişanı da hətta iki yerdə qoyulmalıdır. Biri deyək ki, məsələn, əgər belə sürətli yolsa 150 metr arxada qoyulmalıdır. Sonra biri də düz bilavasitə harda iş görünürsə, onun bir 5-10 metrini də qoyulmalıdır. Çəkiliş apardığımız zaman belə halla bir daha rastlaşdıq. 8 noyabr prospektində yaşıllıq sahəni suvaran avtomobilin təhlükəsizlik qaydasına əməl etmədiyinin şahidi olduq. Təhlükəli vəziyyət yaradırsaq, heç bir nişan qoyulmuyor. Yox, avarenli vəziyyətdədir axı bu. Qıraqdan, arxadan gələn görür də avarenliləri. Yox, bildim, amma bu avarenli də hər şey demək deyil axı. Yəni ən azı bir 15-20 metrdən nişan qoyulmalıdır ki, siz dayanmısınız. O nişanı biz dəqiqə başı götürüb axı qaldıranmırıq. Tez-tez hərəkətdə oluruq deyə. Bildim, yəni arxada bir əməkdaş onu götürə bilər də ən azından. Əməkdaşımız görürsünüz ki, yoxdur da. Yəni suluyur o. Yəni özünüz təhlükənin fərqindəsiniz, təhlükəli vəziyyət yaradırsınız. Təhlükəli vəziyyət deyəndə ki, avtobus xəttidir, bura balaca maşınlar girə bilmir. Avtobusdakı qıraqdan görür da, yekə maşında dayanıb da orada. Avtobus daha pis, daha təhlükəli, çünki sərnişin aparır. Qəza baş verərsə bilirsiniz nə baş verər. Allah uzaq eləsin, niyə belə qəza şəraitindəyirsiniz ki? Niyə yol kənarında ağır texnikalarla iş görülərkən müəyyən məsafədə nişan qoyulmur? Avtomobil Yolları Dövlət Agentliyindən Xəzər xəbərə bildirdilər ki, yolda təmir işləri zamanı müvəqqəti nişanlar qoyulur. Amma ağac və yaşıllıqların suvarılması zamanı texnika asta sürətlə hərəkətdə olduğundan arxadan gələn sürücülərə bir nəfər qırmızı rəngli çubuqla işarə verici hərəkətlər edir. Ekspert Ərşad Hüseynov deyir ki, yolda hərəkətin təhlükəsizliyini təmin etməməyə görə hər hansı bir hadisə baş verərsə, buna görə məsul şəxslərin məsuliyyətə cəlb edilməsi qanunda da var. Ramal Abdullayev, Ramil İbrahimov, Kənan Qafar, Xəzər xəbər.